Salam əziz xanımlar və cənablar. Hekayələrlə ingilis dilini öyrəndiyimiz növbəti videomuza xoş gəldiniz. Bu videomuzda biz növbəti bir hekayəni oxuyacağıq. O hekayədəki sözlərin düzgün tələffüzü, tərcümələri ilə tanış olacağıq və ingilis dilimizi hekayə yönümlü inkişaf etdirməyə çalışacağıq. Yadda saxlayın, əgər hər hansı bir dili öyrənmək istəyirsinizsə, mütləq şəkildə o dildə hekayələr, kitablar oxuyun ki, nitqiniz artsın əziz dostlar. Deməli, burada əsas məsələ nədən ibarətdir əziz dostlar? Biz hekayəyə keçmədən öncə qaydaları bir daha xatırladıram. Siz hekayəni, mən hekayəni açacağam, siz hekayəni görəcəksiniz. O hekayədə müəyyən bir qismi pauzanı verib oxuyacaqsınız, daha sonra onu tərcümə edəcəksiniz. Daha sonra mən oxuduqca onları mənim tərcümələrimlə, öz tərcümələrinizi, mənim tələffüzlərimlə, öz tələffüzlərinizi qiyaslayacaq və nə qədər düzgün tələffüz etdiyinizi, oxuduğunuzu öyrənməyə və səhvlərinizi düzəltməyə çalışacaqsınız əziz dostlar. Bir də kanalımız YouTube-un ən geniş Azərbaycan segmentində ingilis dilli kanalı olmağı hədəfləyir. Bu məsələdə mənə köməkçi etmək istəyirsinizsə, zəhmət olmasa kanala abunə olub videoları bəyənməyi unutmayın əziz dostlar. İstəsəniz şərtdə yaza bilərsiniz. Gəlin başladıq əziz dostlar. Bugünkü belə deyim, hekayəmizin adı Monkey's Paw, yəni meymunun pəncəsi əsəridir və həyati baxımdan çox mənalı bir əsərdir. Sona qədər bu əsəri dinləməyinizi sizə tövsiyə edirəm. Hətta ingilis dilindən maraqlanmayanlar belə bu əsəri sona qədər dinləsələr, məncə necə deyim, həyata baxış tərzləri də biraz dəyişəcəkdir. Chapter 1. Birinci başlıq. Başlayırıq əziz dostlar. It was cold and dark out in the road and the rain did not stop for a minute. Çöldə, yolda qaranlıq və soyuq idi və yağış bir dəqiqəliyinə belə dayanmırdı. But in the living room of number 12 Castle Road it was nice and warm. Amma Castle Road'dakı 12 nömrəli evin qonaq otağında hava xoş və isti idi. Əziz dostlar, ev yox idi orada, amma 12 nömrədə də deyə bilərdiniz əslində burada. Bir problem yoxdur. Ev özüm əlavə etdim orada ki, tərcümə səlisləşsin. Old Mr. White and his son Herbert played chess and Mrs. White sat and watched them. Yaşlı Mr. White və onun oğlu Herbert, Mr. White yəni cənab White deyək, yaşlı cənab White və onun oğlu Herbert şahmat oynayırdı və xanım White oturmuş onları izləyirdi. The old woman was happy. Yaşlı qadın xoşbəxt idi. Because her husband and her son were good friends. Çünki onun oğlu və həyat yoldaşı yaxşı dost idilər. And they liked to be together. Və onlar birlikdə olmağı sevirdilər. Herbert's a good son, she thought. Herbert yaxşı oğuldur, deyə o düşündü. We waited a long time for him and I was nearly 40 when he was born. Biz uzun müddət onu gözlədik və mənim demək olar ki, 40 yaşım var idi o dünyaya gələndə. But we are happy family. Amma biz xoşbəxt ailəyik. And old Mrs. White smiled. Yaşlı xanım White gülümsədi. It was true. Bu həqiqət idi. Herbert was young and laughed a lot. Herbert gənc idi və çox gülümsəyirdi. But his mother and his father laughed with him. Amma onun atası və anası da onunla birlikdə gülümsəyirdi. They had not got much money. Onların çox pulu yox idi. But they were happy little family. Amma onlar kiçik, xoşbəxt ailə idilər. The two men did not talk because they played carefully. İki kişi, evin kişisini nəzərdə tutur, gülmürdülər. Çünki onlar diqqətli şəkildə oynayırdılar. The room was quiet. Otaq sakit idi. But the noise of the rain was worse now and they could hear it on the windows. Amma yağışın səsi indi daha pis idi və onlar onu pəncərədə eşidə bilirdilər. Suddenly, old Mr. White looked up. Qəflətən yaşlı Mr. White yuxarı baxdı. Listen to the rain. Yağışı dinləyin, he said. O dedi.
Yes, it's a bad night. Bəli, pis bir gecədir. Herbert answered. Herbert cavab verdi. It's not a good night to be out. Çöldə olmaq üçün yaxşı gecə deyil. But is your friend Tom Morris coming tonight? Bəs sənin dostun Tom Morris bu gecə gəlir? Oğlu soruşur bundan. Əziz dostlar, görürsünüz. Burada White ailəsini. Old Mr. White and his son played chess. Yaşlı cənab White və onun oğlu şahmat oynayarkən şəkil göstərir, əziz dostlar. Yes, that's right. Bəli, bu düzdür. He is coming at about 7 o'clock. The old man said. Bəli, o təxminən saat 7-də gəlir. Yaşlı adam dedi. Əziz dostlar, about əgər rəqəmin önündə görürsünüzsə, təxminən mənasını vermişdir o zaman. But perhaps this rain, bəlkə ola bilsin bu yağış deyir və burada gözləyir. Nöqtələr yəni dayanır. Mr. White did not finish because just then the young man heard a noise. Yaşlı cənab White bitirmədi, çünki elə o vaxtdaca gənc oğlan səs eşitdi. Listen, Herbert said. Qulaq asın, Herbert dedi. There is someone at the door now. İndi qapıda kimsə var. I didn't hear a noise, his father answered. Mən heç bir səs eşitmədim, onun atası cavab verdi. But he got up from his chair and went to open the front door. Və getdi ki, ön qapını açsın. O stolundan durdu və getdi ki, ön qapını açsın. Mrs. White got up too and began to put things away. Yaşlı Mr. White da həmçinin durdu və başladı əşyalara yığış etməyə. Put things away, əziz dostlar, yadınızda Footprints in the Snow əsərində də eyni ifadə var idi. Hər şeyi bir düzgün sırasına qoymaq, düzgün yerinə qoymaq deməkdir, əziz dostlar. Mr. White said, cənab White dedi, come in, Tom. İçəri daxil ol, Tom. It's so wonderful to see you again. Səni yenidən görmək möhtəşəmdir. What a bad night. Necə də pis gecədir. Give me your coat and then come into the living room. Mənə öz paltonu ver və qonaq otağına daxil ol. It's nice and warm in there. Orada isti və xoşdur. The front door was open. Ön qapı açıq idi. And in the living room, Mrs. White and Herbert felt the cold. Və qonaq otağında xanım White və Herbert soyuğu hiss etdilər. Then Mr. White came back into the living room with a big red-faced man. Daha sonra cənab White otağa daxil oldu, qonaq otağına daxil oldu, böyük qırmızı üzlü bir adamla. This is Tom Morris. Bu Tom Morris'tir. Mr. White told his wife and son. Cənab White öz oğluna və həyat yoldaşına dedi. We were friends when we were young. Biz dost idik cavan olanda. We worked together before Tom went to India. Biz Tom Hindistan'a getməmişdən öncə biz birlikdə işləmişik. Tom, this is my wife and this is our son Herbert. Tom, bu mənim həyat yoldaşım və oğlumuz Herbert'tir. Pleased to meet you, Tom Morris said. Sizi görməyimə şadam, Tom Morris dedi. Pleased to meet you, Tom Morris. Sizi görməyimizə də şadıq, Mr. Morris, cənab Morris. Mrs. White answered. Xanım White cavab verdi. Please come and sit down. Zəhmət olsa da gəlin və oturun. Yes, come on. Bəli, gəl otur, Tom. Mr. White said. Cənab White dedi. Over here, buraya. It's nice and warm. Burada isti və xoşdur. Thank you, təşəkkürlər. The big man answered and sat down. Böyük adam cavab verdi və oturdu. Let's have some whiskey, old Mr. White said. Gəl biraz whiskey içək. Yaşlı Mr. White dedi. You need something to warm you on a cold night. Səni isidəcək, belə soyuq gecədə səni isidəcək bir şeyə ehtiyacın var. He got out a bottle of whiskey and two old friends began to drink and talk. O bir butulka viski çıxartdı və iki dost başladı içib danışmağa. The little family listened with interest to this visitor from far away.
and he told them many strange stories. Kiçik ailə qulaq asdı maraqla bu qonağa və həmin qonaq deməli onlara müxtəlif qəribə hekayələr danışdı. Gəlin davam edək. Chapter 2. İkinci başlıq. Okay. Burada far away, uzaqdan gələn qonaq mənasındaydı. Chapter 2, ikinci başlıq. After some time, bir müddət sonra Tom Morris stopped talking and Mr. White said to his wife and son. Bir müddət sonra Tom Morris danışmağı dayandırdı və cənab White oğlu və həyat yoldaşına dedi. Tom was a soldier in India for 21 years. Tom Hindistan'da 21 il əskər olmuşdur. Soldier. Oxunuşa diqqət edin əziz dostlar. Soldier deyil və yaxud da belə başqa bir şey deyil. India is a wonderful country. Hindistan möhtəşəm ölkədir. Yes, Herbert said. Bəli, Herbert dedi. I'd like to go there. Mən də oraya getmək istədim. Oh, Herbert, his mother cried. Oh, Herbert, onun anası qışqırdı. She was afraid because she did not want to lose her son. O qorxmuşdu çünki o istəmirdi oğlunu itirsin. I wanted to go to India too, her husband said, but mən də həmçinin Hindistana getmək istəyirdim, onun həyat yoldaşı dedi. Amma it's better for you here, the soldier said quickly. Sənin üçün ən yaxşısı buradır, əskər sürətli şəkildə dedi. But you saw a lot of strange and wonderful things in India. Amma sən Hindistanda bir çox qəribə və möhtəşəm şeylər görmüsən. I want to see them too one day. Mən də bir gün onları görmək istəyirəm. Mr. White said. Cənab White dedi. The soldier put down his whiskey. Əskər viskisini yerə qoydu. No, he cried. Yox, o qışqırdı. Stay here. Burada qal. Old Mr. White did not stop. Yaşlı Mr. White dayanmadı. But your stories were interesting. Amma sənin hekayələrin çox maraqlıydı, he said. O dedi to Tom Morris'e. What did you begin to say about the monkey's foe? Sən meymunun pəncəsi barəsində nə deməyə başlamışdın? Gördüyünüz kimi bu həmin ailə, whiskey, kef. Tamam edirik. Nothing. Heç nə. Morris answered quickly. Morris dərhal cavab verdi. Well, nothing important. Belə ki, elə də vacib olan heç nə yox. A monkey's paw, Mrs. White said. Meymunun pəncəsi. Xanım White dedi. Come on, Morris. Yaxşı, Morris. Tell us about it. Bunun haqqında bizə də. Herbert dedi. Morris took his whiskey in his hand, but suddenly he put it down again. Morris içkisini əlinə aldı, amma qəflətən o onu yerinə qoydu. Slowly he put his hand into the pocket of his coat and the White family watched him. Yavaşca o əlini qoydu öz cibinə və White ailəsi onu izlədi. What is this? Bu nədir? What is it? Bu nədir? Mrs. White cried. Xanım White qışqırdı. Morris said nothing. Morris heç nə demədi. He took his hand out of his pocket. O əlini cibindən çıxartdı. The White family watched carefully. White ailəsi diqqətlə izlədi. In the soldier's hand they saw something little and dirty. Və əskərin əlində onlar tişli, balaca bir şey gördülər. Mrs. White moved back. Afraid. Xanım White geriyə çəkildi, qorxmuş şəkildə. But her son, amma onun oğlu Herbert took it and looked at it carefully. Onun oğlu Herbert onu götürdü əlinə və diqqətli şəkildə ona baxdı. Well, belə ki, what is it? Bu nədir? Mr. White asked his friend. Cənab White öz dostundan soruşdu. Look at it, the soldier answered. Ona bax, əskər cavab verdi. It's a little paw. Bu kiçik bir pəncədir. A monkey's paw. Meymunun pəncəsi. A monkey's paw, Herbert said. Meymunun pəncəsi, Herbert dedi. And he laughed. Və o güldü. Why do you carry a monkey's paw in your pocket? Mr. Morris
Nəyə görə siz meymunun pəncəsini cibinizdə daşıyırsınız? Cənab Morris, he asked the soldier. O əsgərdən soruşdu. Well, you see, Morris said. Belə ki, siz başa düşürsünüz, Morris dedi. This monkey's paw is magic. Bu meymunun pəncəsi sehirlidir. Əziz dostlar, see görmək mənasını versə də ifadələr çərçivəsində anlamaq mənasında verir və avtomatik olaraq tərcümə zamanı bunun anlamaq mənasını daşıdığını rahat şəkildə siz anlaya bilərsiniz. Herbert laughed again. Herbert yenidən güldü. But the soldier said. Amma əskər dedi. Don't laugh, boy. Gülmə, oğlan. Remember, you are young. Xatırla, sən hələ cavansan. I am old now. And in India, I saw many strange tilings. Things yəqin ki, burada demək istəyibdir. Deməli, tailings da ola bilər burada. Mən yaşlıyam və Hindistanda mən bir çox qəribə şeylər görmüşəm. He stopped talking for a minute and then he said. O bir dəqiqəliyinə danışmağa dayandırdı və daha sonra o dedi. This monkey's paw can do strange and wonderful things. Bu meymunun pəncəsi qəribə və möhtəşəm şeylər edə bilər. An old Indian gave the paw to one of my friends. Yaşlı Hintli bunu mənim dostlarımdan birinə vermişdi. My friend was a soldier too. Mənim dostum da həmçinin əsgər idi. This paw is magic because it can give 3 wishes to 3 people. Bu meymunun pəncəsi sehirlidir, çünki o 3 insana 3 arzusunu verə bilər. Herbert looked carefully at the monkey's paw. Herbert diqqətli şəkildə meymunun pəncəsinə baxdı. Wonderful, Herbert said. Möhtəşəm, Herbert dedi. But these 3 wishes don't bring happiness, the soldier said. Amma bu 3 arzu xoşbəxtlik gətirmir, əskər dedi. The old Indian wanted to teach us something. Yaşlı Hintli bizə bir şey öyrətmək istəyirdi. It's never good to want to change things. Hər şeyi dəyişməyi arzulamaq heç vaxt yaxşı ideya deyildir. An old Indian gave the monkey's paw to one of my friends. Yaşlı Hintli meymunun pəncəsini mənim dostlarımdan birinə vermişdi. Well, belə, did your friend have 3 wishes? Sənin dostun 3 arzusunu dilədi. Herbert asked the soldier. Herbert əskərdən soruşdu. Yes, bəli, Maurice answered quietly. Maurice cavab verdi sakitcə. And his third and last wish was to die. Və onun sonuncu və üçüncü arzusu ölmək idi. Mr. and Mrs. White listened to the story and they felt afraid. Xanım və cənab White hekayəni dinlədilər və qorxdular. But Herbert asked. Amma Herbert soruşdu. And did he die? Və o öldü. Yes, he did. Bəli, öldü. Maurice said. Maurice dedi. He had no family, so his things came to me when he died. Onun heç bir ailəsi yox idi və beləliklə o öləndə onun əşyaları mənə keçdi. The monkey's paw was with his things. Meymunun pəncəsi də onun əşyaları arasındaydı. But he told me about it before he died. Amma o mənə onun haqqında ölməmişdən öncə dedi. Tom Morris finished quietly. Tom Morris sakitcə bitirdi. What were his first 2 wishes then? Onun 2 arzusu nə idi bəs o zaman? Herbert asked. Herbert soruşdu. What did he ask for? O nə istəmişdi? I don't know. Mən bilmirəm. He didn't want to tell me. O mənə demək istəmirdi. The soldier answered. Əskər cavab verdi. For a minute or two, everybody was quiet. Bir neçə dəqiqəliyinə hər kəs sakit idi. But then, elə o andaca Herbert said. Herbert dedi. And you, bəs sən? Mr. Morris, cənab Morris, did you have 3 wishes. Sənin də 3 arzun olmuşdur. Yenə deyirəm, yazım xatası da əziz dostlar. Yes, I did. Bəli, mən dilədim. Maurice answered. Maurice cavab verdi. I was young. I wanted many things. Mən cavan idim. Mən çox şey istəyirdim. A fast car, money. Maurice stopped for a minute and then he said with difficulty.
sürətli maşın, pul. Morris bir dəqiqəliyinə dayandı və daha sonra çətinliklə dedi: My wife and my young son died in an accident in the car. Mənim həyat yoldaşım və gənc oğlum maşında qəzada həyatlarını itirdilər. Without them, I didn't want the money. Onlarsız mən pulu da istəmirdim. So in the end və sonda I wished to lose it. Mən onu itirməyi dilədim. But it was too late. Amma çox gec idi. My wife and my child were dead. Mənim oğlum və mənim uşağım və mənim həyat yoldaşım ölmüşdü. The room was very quiet. Otaq çox sakit idi. The White family looked at the unhappy face of the old soldier. White ailəsi yaşlı əskərin üzünə baxdı, qəmgin üzünə baxdı. Then Mr. White said, daha sonra cənab White dedi, Why do you want the paw now? Bəs indi nəyə görə meymunun pəncəsini istəyirsən? You don't need it. Sənin ona ehtiyacın yoxdur. You can give it to someone. Sən onu kiməsə verə bilərsən. How can I give it to someone? Mən bunu kiməsə necə verə bilərəm? The soldier said. Əskər dedi. The monkey's paw brings unhappiness with it. Meymunun pəncəsi özü ilə bədbəxtlik gətirir. Well, give it to me, Mr. White said. Belə ki, onu mənə ver, cənab White dedi. Perhaps this time it ola bilsin ki, indiki vaxt, yəni bu səfər o deyir və dayanır. No, Tom Morris cried. Yox, Tom Morris qışqırdı. You are my friend. Sən mənim dostumsan. I can't give it to you. Mən onu sənə verə bilmərəm. Then after a minute he said. Daha sonra bir dəqiqə sonra o dedi. I can't give it to you, but of course you can take it from me. Bəli, mən onu sənə verə bilmərəm, amma ola bilsin ki, sən onu məndən götürə bilərsən. But remember, amma xatırla, this monkey's paw brings unhappiness. Bu meymunun pəncəsi bədbəxtlik gətirir. Old Mr. White did not listen and he did not think. Yaşlı Mr. White dinləmədi və düşünmədi. Quickly that he put out his hand and took the paw. O əlini deməli uzatdı və pəncəni götürdü. Tom Morris looked unhappy. Tom Morris bədbəxt görsənirdi. But amma Mr. White did not want to wait. Cənab White gözləmək istəmirdi. What do I do now? He asked his friend. O öz dostundan soruşdu. The monkey's paw brings unhappiness with it. Meymunun pəncəsi özü ilə bədbəxtlik gətirir. Yes, come on, father, Herbert said. Yaxşı, düzdür, davay, belə deyə, davay deyirlər. Yaxşı, ata, Herbert dedi. Make a wish, bir arzu dilə, and he laughed və o güldü. The soldier said nothing and Mr. White asked him again. Əsgər heç nə demədi və cənab White ondan yenə soruşdu. What do I do now? İndi mən nə edirəm? At first, the old soldier did not answer. İlk olaraq əsgər cavab vermədi. But in the end, he said quietly. Amma sonda o sakitcə dedi. Okay, but remember, be careful. Think before you make a wish. Yaxşı, amma xatırla, diqqətli ol, arzu etmədən öncə düşün. Yes, yes, Mr. White said. Yaxşı, yaxşı, Mr. White dedi. Take the paw in your right hand and then make your wish. Meymunun pəncəsini sağ əlinə götür və daha sonra arzula. But Tom Morris began. Amma Tom Morris başladı. Yes, we know, Herbert said. Be careful. Bəli, biz bilirik, Herbert dedi. Ehtiyatlı ol. Just then, old Mrs. White stood up and she began to get the dinner. Elə o anda da xanım White ayağa qalxdı və o başladı deməli axşam yeməyini gətirməyə. Her husband looked at her. Onun həyat yoldaşı ona baxdı. Then he smiled and said to her. Daha sonra o gülümsədi və ona dedi. Come on, help me. Yaxşı, kömək elə mənə.
What can I wish for? Mən nə arzulayım? We need money, of course. Bizim pula ehtiyacımız var əlbəttə ki. Mrs. White laughed. Xanım White güldü. But she thought for a minute and she said. Və o düşündü bir dəqiqəliyinə və dedi, well, ola bilsin, I am getting old now and sometimes it's difficult to do everything. Mən indi yaşlanıram və bəzən hər şey etmək çətinləşir. Perhaps I need 4 hands and not 2. Ola bilsin ki, mənim 4 ələ ehtiyacım var, 2 ələ yox. Yes, ask the Pope to give me 2 more hands. Bəli, pəncədən xahiş et ki, mənə əlavə 2 dənə əl versin. Okay then, tamam onda, her husband said, onun həyat yoldaşı dedi. And he took the monkey's paw in his right hand. Və o meymunun pəncəsini öz sağ əlinə götürdü. Everybody watched him and for a minute he waited. Hər kəs ona baxdı və bir dəqiqəliyinə o dayandı və he waited. Deməli, hər kəs ona baxdı və o bir dəqiqəliyini gözlədi. Then he opened his mouth to make his wish. Daha sonra o ağzını açdı ki, arzusunu diləsin. Suddenly, dərhal Tom Morris stood up. Tom Morris ayağa qalxdı. Don't do it, he cried. Etmə, o qışqırdı. The old soldier face was white demək istəyir. Yaşlı əsgərin üzü ağarmışdı. Herbert and his mother laughed. Herbert və onun anası güldü. But Mr. White looked at Tom's face. Amma cənab White Tomun üzünə baxdı. Old Mr. White was afraid and he put the monkey's paw into his pocket. Yaşlı cənab White qorxmuşdu və o meymunun pəncəsini cibinə qoydu. After a minute or two, they sat down at the table and began to have dinner. Bir neçə dəqiqədən sonra onlar masanın ətrafında oturdular və başladılar yeməklərini yeməyə. The soldier told the family many strange and wonderful stories about India. Əskər ailəyə bir çox möhtəşəm və qəribə hekayələr danışdı Hindistan barəsində. They forgot the monkey's paw. Onlar meymunun pəncəsini unutdular. And because the soldier's stories were interesting və əskərin hekayəsi maraqlı olduğu üçün they asked him many questions about India. Onlar ondan Hindistan barəsində müxtəlif suallar soruşdular. When Tom Morris stood up to leave, nə vaxt ki Tom Morris ayağa qalxdı ki, tərk etsin, it was very late. Artıq çox gec idi. Thank you for a very nice evening, Morris said to the family. Təşəkkürlər belə gözəl axşam üçün, Morris ailəyə dedi. And thank you for a good dinner, he said to Mrs. White. Və sizə də təşəkkürlər möhtəşəm, gözəl axşam yeməyi üçün, Morris xanım White-ə dedi. It was a wonderful evening for us. Bu da bizim üçün çox gözəl axşam idi. Tom, old Mr. White answered. Yaşlı cənab White cavab verdi. Your stories were very interesting. Sənin hekayələrin çox maraqlı idi. Your life isn't very exciting and we don't have our life isn't very exciting and we don't have the money to visit India. Bizim həyatımız o qədər də həyəcan verici deyil və bizdə Hindistan ziyarət etmək üçün pul yoxdur. So please come again soon. Beləliklə yenidən gəl. You can tell us some more stories about India. Sən bizə Hindistan barəsində əlavə hekayələr də danışa bilərsən. Then the old soldier put on his coat və daha sonra yaşlı əskər öz paltosunu geyindi. He said goodbye to the White family and went out into the rain. O White ailəsinə sağ ol dedi və yağışa doğru getdi, irəlilədi. Back deməli, burada nə qalmışıq? Chapter 3. It was nearly midnight. Demək olar ki, gecə yarısı idi. In the warm living room, özlərinin isti yataq otaqlarında, qonaq otaqlarında, the two old people and their son sat and talked about the soldier stories.
2 yaşlı adam və onların oğlu oturmuş və əsgərin hekayələri barəsində danışırdılar. India is a wonderful country, Mr. White said. Hindistan möhtəşəm ölkədir, cənab White dedi. What exciting stories it was. Necə də möhtəşəm hekayələr idi. It was a good evening. Möhtəşəm bir axşam idi. Mrs. White stood up to take some things into the kitchen, but she stopped and listened to the Herbert and his father. Yaşlı xanım White ayağa durdu ki, veşləri aparsın mətbəxə, yəni qab-qacağı mətbəxə aparsın, amma o dayandı və Herbert və onun atasını dinlədi. Yes, Herbert said. Bəli, Herbert dedi. Morris told some interesting stories, but of course some of them weren't true. Morris maraqlı hekayələr danışdı, amma onlardan bəziləri gerçək değildi. Oh, Herbert, Mrs. White said. Yaxşı, Herbert, xanım White dedi. Well, mother, yaxşı, ana, that story about the monkey's paw wasn't true. Meymunun pəncəsi haqqında olan hekayə değildi. A dirty little monkey's paw isn't magic. Çişli kiçik meymun pəncəsi sehir değildir. But it was a good story. Amma o yaxşı bir hekayə idi. And Herbert smiled. Və Herbert gülümsədi. Well, I think you are right, Herbert, his mother said. Belə ki, düşünürəm ki, düz deyirsən, Herbert, onun anası dedi. I don't know, Mr. White said quietly. Bilmirəm, cənab White sakitcə dedi. Perhaps the story was true. Ola bilsin ki, hekayə düz idi. Strange things can happen sometimes. Qəribə şeylər baş verə bilər bəzən. Mrs. White looked at her husband. Xanım White öz həyat yoldaşına baxdı. Did you give some money to Tom Morris for that paw? She asked. Sən o pəncə üçün Tom Morris'ə pul verdin? Biraz o soruşdu. We don't have money to give away for nothing. Biz boş-boş şeyləri verməyə pulumuz yoxdur. Mrs. White was angry now. Xanım White indi qəzəbli idi. Well, yes, her husband answered. Bəli, onun həyat yoldaşı dedi, cavab verdi. I did, but not much, and at first he didn't want to take it. Bəli, amma o qədər də çox yox. İlk olaraq da onu götürmək istəmədi. He wanted the monkey's paw. O, meymunun pəncəsini istəyirdi. Well, he can't have it, Herbert laughed. Belə ki, o indi artıq ona malik ola bilməz, Herbert dedi. It's our paw now, and we are going to be rich and happy. İndi o bizim pəncəmizdir və biz indi xoşbəxt və varlı olacaq. Come on, father, make a wish. Yaxşı, ata, bir arzu dilə. Old Mr. White took the paw from his pocket. Yaşlı Mr. White öz cibindən pəncəni çıxartdı. Okay, Herbert, but what am I going to ask for? Yaxşı, Herbert, bəs indi mən nə diləyəcəyəm? I have everything. You, your mother. What do I need? Məndə hər şey var bir dəqiqə. Sən, sənin anan. Mənim nəyə ehtiyacım var? Money, of course, Herbert answered quickly. Pul əlbəttə ki, Herbert zərf şəkildə cavab verdi. We need money. You are always thinking about money. Bizim pula ehtiyacımız var. Sən hər zaman pul haqqında düşünürsən. That's because we haven't got very much of it. Çünki bizdə ondan çox yoxdur. With money, you can pay for this house. It can be our house. Pul ilə sən bu evin pulunu ödeyə bilərsən və bu bizim evimiz ola bilər. Come, father, wish for 30,000 pounds. Yaxşı, ata, 30,000 pound dilə. Herbert stopped talking and his old father thought for a minute. Herbert danışmağı dayandırdı və onun yaşlı atası bir dəqiqəliyinə düşündü. The room was quiet and they could hear the rain on the windows. Otaq sakit idi və onlar yağışı pəncərədə hiss edə bilirdilər. Then Mr. White took the monkey's paw in his right hand. Daha sonra cənab White deməli pəncəni öz sağ əlinə götürdü. He was afraid, but he looked at his wife and she smiled at him. O qorxurdu, amma o həyat yoldaşına baxdı və o da ona gülümsədi. Go on, she said. Davam et, o dedi. Slowly and carefully, Mr. White said. Yavaş və deməli diqqətli şəkildə cənab White dedi. I wish for 30,000 pounds. Mən 30,000 pound diləyirəm. Suddenly he gave a cry and Mrs. White and Herbert ran to it. Qəflətən o qışqırdı və
Xanım White və Herbert ona tərəf qaçdı. What's the matter, Father Herbert asked. Nə baş verib ata? Herbert soruşdu. It moved. O hərəkət etdi. Mr. White cried. Cənab White qışqırdı. The monkey's paw. It moved. Meymunun pəncəsi. O hərəkət etdi. They looked at the paw. Onlar pəncəyə baxdılar. It was now on the floor and not in the old man's hand. İndi o yerdə idi və yaşlı adamın əlində deyildi. The family watched it. Ailə ona baxdı. And they waited. Və onlar gözlədi. But it did not move again. Amma o yenidən tərpənmədi. So the little family sat down again and they waited. Beləliklə balaca ailə yenidən oturdu və onlar gözlədilər. Nothing happened. Heç nə baş vermədi. The noise of the rain on the windows was worse and the little living room did not feel nice and warm. Yağışın səsi pəncərədə daha pis idi və onların kiçik qonaq otağı xoş və isti hiss etmirdi. Mrs. White said, it's cold. Xanım White dedi, hava soyuqdur. Let's go to bed. Gəlin yatmağa gedək. Mr. White did not answer and in the end Herbert said. Cənab White cavab vermədi və sonda Herbert dedi. Well, there is no money. Father, belə ki, heç bir pul yoxdur, ata. Your friend's story wasn't true. Sənin dostunun hekayəsi gerçək deyildi. But Mr. White did not answer. Amma cənab White cavab vermədi. He sat quietly and said nothing. O sakitcə oturdu və heç nə demədi. After some time, Mrs. White said to her husband, "Are you okay?" Bir neçə müddət sonra xanım White öz həyat yoldaşından soruşdu. Sən yaxşısan? Yes, yes, the old man answered. But for a minute or two, I was afraid. Bəli, bəli, yaşlı adam cavab verdi. Amma bir neçə dəqiqəliyinə mən qorxmuşdum. Well, we needed that money. Yaxşı, bizim pula ehtiyacımız var idi. Mrs. White said, xanım White dedi. But we aren't going to get it. Amma biz onu alası olmadıq, almayacaq. I am tired, I am going to bed. Mən yorğunam, mən yatmağa gedirəm. After Mrs. White went to bed, xanım White yatağa gedəndən sonra the two men sat and smoked for some time. İki kişi oturdu və yəni ata oğul oturdu və bir müddətliyə siqaret çəkdilər. Smoked, bilmirəm. Orada siqaret də ola bilər, qəlyan da ola bilər. Nəysə, then Herbert said və daha sonra Herbert dedi. Well, father, yaxşı ata, I'm going to bed too. Mən də həmçinin yatağa gedirəm. Perhaps the money is in a bag under your bed. Ola bilsin ki, pul sənin yatağında, ola bilsin ki, pul bir çantada sənin yatağının altındadır. Good night, father. Gecən xeyirə qalsın ata. And Herbert laughed and went out of the room. Herbert gülümsədi və otaqdan çıxdı. Old Mr. White sat in the cold living room for a long time. Yaşlı cənab White qonaq otağında bir müddətliyinə oturdu. The candle died and it was dark. Şam söndü və axşam idi. Qaranlıq idi. Suddenly, qəflədən the old man saw a face at the window. Yaşlı adam bir üz gördü pəncərədə. Quickly, cəld, he looked again. O yenidən baxdı. But there was nothing there. Amma orada heç nə yox idi. He felt afraid. O qorxmuşdu. Slowly, he stood up and left the cold, dark room. Yavaşca o ayağa qalxdı və qaranlıq, soyuq otağı tərk etdi. Chapter 4. The next morning, the winter sun came through the window and the house felt nice and warm again. Növbəti gün qış günəşi pəncərədən içəri daxil oldu və ev yenidən gözəl və isti hiss edilməyə başladı. Mr. White felt better and he smiled at his wife and son. Cənab White daha yaxşı hiss etdi və öz həyat yoldaşı və xanımına gülümsədi. The family sat down to have breakfast and they began to talk about the day. Ailə
səhər yeməyi yemək üçün oturdu və başladılar gün haqqında danışmağa. The monkey's paw was on a little table near the window. Meymunun pəncəsi kiçik bir masada pəncərənin yanında idi. But nobody looked at it and nobody thought about it. Amma heç kim ona baxmır və onun haqqında düşünmürdü. I'm going to the shop this morning, Mrs. White said. Mən alış-verişə gedirəm bu səhər, xanım White dedi. I want to get something nice for dinner. Mən axşam yeməyi üçün yaxşı bir şey almaq istəyirəm. Yəni get almaq mənasını verir əziz dostlar. Bunu xatırlayın. Həm də əldə etmək mənası da ola bilər, çatmaq mənası da ola bilər. Get ümumiyyətcə müxtəlif mənalar vardır. Are you going to come with me? Mənimlə gələcəksən? She asked her husband. O həyat yoldaşından soruşdu. No, I'm going to have a quiet morning. Yox, sakit bir səhər keçirmək niyyətindəyim. I'm going to read. Her husband answered. Mən oxuyacağam, onun yoldaşı cavab verdi. Well, I'm not going to go out this evening. Belə, mən bu axşam çölə çıxmaq niyyətində deyiləm, Herbert dedi. So we can go to bed early tonight. Beləliklə biz axşam daha erkən yata bilərik. We were very late last night. Keçən gecə çox gec yatdıq. And we are not going to have stories about monkey's paw, Mrs. White said. Və biz meymunun pəncəsi haqqında heç bir hekayə eşitməyəcəyik, xanım White dedi. She was angry. O qəzəbli idi. Why did we listen to your friend? Biz nə görə sənin dostuna qulaq asdıq? She asked her husband. O həyat yoldaşından soruşdu. A monkey's paw can't give you things. Meymunun pəncəsi sənə şeylər verə bilməz. She stopped, but the two men did not answer her. O dayandı, amma iki oğlan kişi belə deyək, ona cavab vermədi. 30,000 pounds, she said quietly. 30,000 pound, o sakitcə dedi. We needed that money. Bizim o pula ehtiyacımız var idi. Just then, Herbert looked at the clock and stood up. Elə o andaca Herbert saata baxdı və ayağa qalxdı. I am going to work, he said. Mən işə gedirəm, o dedi. Perhaps the postman has got the money for you in a letter. Ola bilsin ki, poçtalyon məktubda sizin üçün pul saxlayıbdır. Yəni, məktubdadır pul. Remember, I want some of it too. Xatırlayın, mən də ondan birazını istəyirəm. Herbert laughed and his mother laughed too. Və Herbert güldü və onun anası da həmçinin güldü. Don't laugh, son, Mr. White said. Gülmə oğlum, cənab White dedi. Tom Morris is an old friend and he thinks the story is true. Perhaps it is. Tom Morris köhnə bir dostdur və o düşünür ki, hekayə düzdür. Bəlkə də həqiqətən düzdür. Well, leave some of the money for me, Herbert laughed again. Yaxşı, onda pulun bir hissəsini mənim üçün saxlayın. Herbert yenidən gülümsədi. His mother laughed too and she went to the door with him. Onun anası da həmçinin gülümsədi və onunla birlikdə qapıya getdi. Good morning, mother, Herbert said happily. Sağ olana, Herbert xoşbaxt şəkildə dedi. Get something nice for dinner this evening at the shops. Axşam yeməyi üçün nəsə yaxşı bir şey al bu axşama mağazadan. I am always hungry after a day at work. Mən hər zaman işdən sonra az oluram. I know you are, Mrs. White answered. Bilirəm ki, sən eləsən, xanım White cavab verdi. Herbert left the house and walked quickly down the road. Herbert evi tərk etdi və sakitcə yol boyunca aşağı doğru getdi. His mother stood at the door for some time and watched him. Onun anası qapıda bir müddətliyə dayandı və onu izlədi. The winter sun was warm, but suddenly she felt very cold. Qış günəşi isti idi, amma qəflətən o biraz soyuq hiss etdi. Chapter 5, 5. bölümə. Slowly, old Mrs. White went back into the house. Yavaşca yaşlı xanım White evə qayıtdı. Her husband looked up and saw something strange in her face.
Onun həyat yoldaşı başını qaldırıb baxdı və qəribə bir şey gördü onun üzündə, həyat yoldaşının üzərində. What's the matter? He asked. Nə baş verib? O soruşdu. Nothing, his wife answered, and she sat down to finish her breakfast. Heç nə. Onun həyat yoldaşı cavab verdi və o oturdu və səhər yeməyini bitirdi. She began to think about Tom Morris again and suddenly she said to her husband. O yenidən Tom Morris haqqında düşündü və qəfildən yoldaşına dedi. Your friend drank a lot of whiskey last night. Sənin dostun dünən çox viski içdi. A monkey's paw, meymunun pəncəsi, what a story. Necə də bir hekayədir. Mr. White did not answer her because just then the postman arrived. Cənab White ona cavab vermədi, çünki elə o anda poçtalyon gəldi. He brought some letters for them. O bir neçə məktub gətirdi onlar üçün. But there was no money in them. Amma onların içərisində pul yox idi. After breakfast, the two old people forgot about the money and the monkey's paw. Səhər yeməyindən sonra iki yaşlı adam pul haqqında unutdular və meymunun pəncəsi haqqında unutdular. Later the day, həmin gün daha sonra, at about 1 o'clock, təxminən saat 1-də, Mr. and Mrs. White sat down to eat and then they began to talk about money again. Xanım və cənab White oturdular ki, yemək yesinlər, elə o andaca onlar yenidən pul haqqında danışmağa başladılar. They did not have very much money. Onların çox pulu yox idi. So they often needed to talk about it. Beləliklə onlar tez-tez bunun haqqında danışmaq məcburiyyətində idilər, ehtiyac duyurdular. That 30,000 pounds, Mrs. White said, we need it. O həmin 30.000 xanım White dedi, bizim ona ehtiyacımız var. But it didn't come this morning, her husband answered. Amma o bu səhər gəlmədi. Onun yoldaşı cavab verdi. Let's forget it. Gəl onu unudaq. Then he said və sonra o dedi, but that thing moved. Amma o həmin şey hərəkət etdi. The monkey's paw moved in my hand. Meymunun pəncəsi əlimdə hərəkət etdi. Tom's story was true. Tomun hekayəsi gerçək idi. You drank a lot of whiskey last night. Sən dünən çox viski içdin. Perhaps the paw didn't move. Ola bilsin ki, pəncə hərəkət etmədi. Mrs. White answered. Xanım White cavab verdi. It moved. Mr. White cried angrily. O hərəkət etdi. Cənab White qəzəbli şəkildə qışqırdı. At first, his wife did not answer, but then she said. İlk olaraq onun yoldaşı cavab vermədi və daha sonra o dedi. Well, Herbert laughed about it. Belə ki, Herbert də bunun haqqında güldü. Suddenly she stopped talking. Qəflətən o danışmağı dayandırdı. She stood up and went over to the window. O ayağa qalxdı və pəncərəyə getdi. What's the matter? Her husband asked. Nə baş verir? Onun yoldaşı soruşdu. There is a man in front of our house, Mrs. White answered. Bizim qapının ağzında bir kişi var, xanım White cavab verdi. He is a stranger, very tall and well dressed. O stranger deyək, yad biridir. Çox hündür və yaxşı geyimli. He is looking at our house. O bizim evə baxır. Oh no, it's okay. Ola bilməz. Hər şey yaxşıdır. He is going away. O çıxıb gedir. Come and sit down. Finish eating, Mr. White said. Gəl otur və yeməyini bitir, cənab White dedi. The old woman did not listen to her husband. Yaşlı qadın öz həyat yoldaşına qulaq asmadı. He is going away. O çıxıb gedir. She went on. O davam etdi. He is coming back. O geri qayıdır. I don't know him. Mən onu tanımıram. He is a stranger. O yad biridir. Yes, he is very well dressed. Bəli, həqiqətən o yaxşı geyimlidir. Suddenly, Mrs. White stopped. Qəfildən xanım White dayandı. She was very excited. O çox həyəcanlanmışdı. He is coming to the door. O qapıya gəlir. Perhaps he is bringing the money. Ola bilsin ki, o pulu gətirir. And she ran out of the room to open the front door. O otaqdan çıxdı və ön qapını açmağa getdi. The tall, well-dressed stranger stood there.
Hündür, yaxşı geyimli yad adam oradaca dayandı. For a minute, he said nothing. Bir dəqiqəliyinə o heç nə demədi. But then he began. Amma sonra o başladı. Good morning, I'm looking for Mr. and Mrs. White. Sabahınız xeyir. Mən xanım və cənab White-ı axtarıram. Well, I'm Mrs. White. Yaxşı, mən cənab xanım White-am. The old woman answered. Yaşlı qadın cavab verdi. What can I do for you? Sizin üçün nə edə bilərəm? At first the stranger did not answer, but then he said. İlk olaraq yad adam cavab vermədi və daha sonra o dedi. Mrs. White, I am from Moe and Meggins. Xanım White, mən Moe and Meggins'dənəm. Can I come in and talk to you? Mən içəri daxil olub sizinlə danışa bilərəm. Moe and Meggins had a big factory and Herbert White worked there on the machinery. Moe and Meggins böyük fabrikaya malik idi və Herbert White oradakı maşınlarda işləyirdi. Yes, of course. Bəli, əlbəttə. Mrs. White answered. Xanım White cavab verdi. Please come in. Xahiş edirəm, daxil olun. The well-dressed stranger came into the living room and Mr. White stood up. Yaxşı geyimli yad qonaq otağına daxil oldu və xanım White ayağa qalxdı. Are you Mr. White? Siz cənab White'sız, the stranger began. Yad adam başladı. Then he went on. Daha sonra o davam etdi. Go on, went on, əziz dostlar, davam etmək mənasını verdi. Went on keçmiş zamanıdır. I am from Moe and Muggins. Mən Moe and Muggins'dənəm. Mrs. White looked at the stranger and she thought. Xanım White yad adama baxdı və o düşündü. Perhaps he has the money. Ola bilsin ki onda pul ondadır. But why Moe and Meggins? Amma niyə Moe and Meggins? And his face is very unhappy və onun üzü çox bədbindir. Why? Suddenly the old woman was afraid. Qəflətən yaşlı qadın qorxmuşdu. Please sit down. Zəhmət olmasa oturun. Mr. White began. Cənab White başladı. But now his wife could not wait. Amma elə o andaca onun həyat yoldaşı gözləyə bilmirdi. What's the matter? She cried. Nə baş verib? O soruşdu. Is Herbert? Herbert, she could not finish the question. O sualı bitirə bilmədi. The stranger did not look at the faces. Yad adam onların üzünə baxmadı. And Mr. White began to be afraid too. Cənab White da qorxmağa başladı. Please tell us, she said. Xahiş edirəm bizə deyin, o dedi. I am very sorry, the man from Moe and Meggins began. Mən çox üzgünəm. Moe and Meggins'dən olan adam başladı. I am sorry, əziz dostlar, nəinki məni bağışlayın, hətta mən üzgünəm mənasında verir. He stopped for a minute and then began again. O bir dəqiqəliyinə dayandı və yenidən başladı. I am very sorry, but this morning there was an accident at the factory. Mən çox üzgünəm, amma bu səhər zavodda bir qəza baş verdi. What's the matter? Is Herbert okay? Nə baş verib? Herbert yaxşıdır. Mrs. White cried again. Xanım White yenidən qışqırdı. Well, the man began slowly. Belə ki, kişi yavaşca başladı. Is he in hospital? The old woman asked, very afraid. Now, o xəstəxanadadır, yaşlı qadın soruşdu, çox qorxaraq indi. Yes, but the stranger looked at Mrs. White's face and stopped. Yad adam xanım White'ın üzünə baxdı və dayandı. Is he dead? Is Herbert dead? O ölübdür. Herbert ölübdür. Mr. White asked quietly. Cənab White sakitcə soruşdu. Dead. Mrs. White cried. Ölüb, xanım White qışqırdı. Oh no, please, not dead. Yox, xahiş edirəm, ölməyib. Not Herbert, not our son. Herbert yox, bizim oğlumuz yox. Suddenly the old woman stopped because she saw the stranger's face. Qəfildən yaşlı qadın dayandı çünki o yad adamın üzünü gördü. Then the two old people knew. Daha sonra iki yaşlı insan artıq bilirdilər. The son was dead. Onların oğlu həyatını itirmişdi. Old Mrs. White began to cry quietly and Mr. White put his arm around her. Yaşlı xanım White başladı sakitcə ağlamağa və cənab White
əlləri ilə onu sardı. Sometime later, the man from Moe and Megan said. Bir neçə müddət sonra Moe and Meggins'dən olan adam deməli dedi. It was the machinery, an accident. Bu maşınlarda baş verən qəza idi. Herbert called. Help. Herbert called help. Herbert köməyə çağırdı. The man heard him and ran to him quickly. Herbert deməli insanlar onu eşitdi və qəfildən ona tərəf qaçmağa başladılar. But they could do nothing. Amma onlar heç nə edə bilmədilər. The next minute he was in the machinery. Artıq növbəti dəqiqə o artıq aparatın içərisində idi. I am very very sorry he finished. Mən çox üzgünəm. O sözünü bitirdi. For a minute or two the room was quiet. Bir neçə dəqiqəliyinə otaq sakit idi. At last Mrs. White said. Sonunda xanım White dedi. Our son dead. Bizim oğlumuz həyatını itirib. We are never going to see him again. Biz onu heç vaxt bir daha görə bilməyəcəyik. What are we going to do without him? Biz onsuz nə edəcəyik? Her husband said. Onun həyat yoldaşı dedi. He was our son. We loved him. O bizim oğlumuz idi. Biz onu sevirdik. Then Mrs. White asked the stranger. Daha sonra xanım White həmin yad adamdan soruşdu. Can we see him? Biz onu görə bilərik. Can we see our son? Biz öz oğlumuzu görə bilərik. Please take me to him. Xahiş edirəm, məni ona aparın. I want to see my son. Mən oğlumu görmək istəyirəm. But the stranger answered quickly. Amma yad adam sürətli şəkildə cavab verdi. No, he said. Yox, o cavab verdi. It's better not to see him. Yaxşı olar ki, onu görməyəsiniz. They couldn't stop the machinery quickly. Onlar aparatları vaxtında dayandıra bilmədilər. He was in there for a long time. O uzun müddət orada oldu. And at first they couldn't get him out. Və ilk olaraq onu çölə çıxarda bilmədilər. He was the man stopped. O adam dayandı. Then he said. Daha sonra o dedi. Don't go to see him. Onu gedib görməyin. The stranger went over to the window because he did not want to see the faces of two old people. Yad adam pəncərəyə doğru getdi çünki o istəmirdi ki, bu iki yaşlı adamın üzünü görsün. He said nothing. O heç nə demədi. But he stood there for some time and waited. Amma o orada bir müddətliyinə dayandı və gözlədi. Then he went back to the old people and began to talk again. Daha sonra o yenidən yaşlı adamlara qayıtdı və danışmağa başladı. There is one more thing, he said. Əlavə bir şey daha vardır. O dedi. Your son worked for Moe and Meggins for 6 years and he was a good worker. Sizin oğlunuz Moe and Meggins'də 6 il işləmişdir və o çox yaxşı idi. Now Moe and Meggins want to help you at this unhappy time. İndi Moe and Meggins sizə bu bədbəxt vaxtlarınızda kömək etmək istəyir. Again the stranger stopped. Yenidən yaşlı adam dayandı. After a minute he began again. Bir dəqiqə sonra o yenidən başladı. Moe and Meggins want to give you some money. Moe and Meggins sizə biraz pul vermək istəyir. Then he put something into Mr. White's hand. Daha sonra o cənab White'ın əlinə bir şey verdi. Old Mr. White did not look at the money in his hand. Yaşlı Mr. White əlindəki pula baxmadı. Slowly he stood up and looked at the stranger afraid. Qəfildən o ayağa qalxdı və yad adama qorxu ilə baxdı. How much? Nə qədər? Mr. White asked very quietly. Cənab White sakitcə soruşdu. He did not want to hear the answer. O cavabı eşitmək istəmirdi. 30,000 pounds, the stranger said. 30,000 pound, yad adam dedi. 3 days later, in the big new cemetery 2 miles from the house, the two old people said goodbye to their son. 3 gün sonra böyük yeni qəbirstanlıqda evlərindən 2 mil uzaqda 2 yaşlı adam ölmüş oğulları ilə vidalaşdılar. Then they went back to the dark old house. Daha sonra onlar qaranlıq köhnə evlərinə geri qayıtdılar. They did not want to live without Herbert. Onlar Herbertsiz yaşamaq istəmirdilər. But they waited for something good to happen. Amma onlar yaxşı bir şeyin baş verməsini gözləyirdilər. Something to help them. Onlara kömək edəcək bir şeyin. The days went by very slowly. Günlər çox yavaşca ötüb keçirdi.
dedi. Sometimes they did not talk because there was nothing to say without Herbert. Bəzən onlar heç danışmırdılar da, çünki Herbertsiz danışacaq bir şeyləri yox idi. And so the days felt very long və beləliklə günlər çox uzun hiss edilirdi. Then one night, beləliklə bir gecə, about a week later, bir həftə sonra təxmini, Mrs. White got out of the bed because she could not sleep. Xanım White yatağından çıxdı çünki o yata bilmirdi. She sat by the window and she watched and waited for her son. O pəncərənin önündə oturdu və pəncərədən baxaraq oğlunu gözlədi. He did not come and she began to cry quietly. O gəlmədi və xanım sakitcə ağlamağa başladı. In the dark, her husband heard her and he called. Qaranlıqda onun həyat yoldaşı onu eşitdi və ona səsləndi. Come back to bed. Yatağa qayıt. It's cold out there. Çöl soyuqdur. It's colder for my son. His wife answered. Mənim üçün, oğlum üçün daha soyuqdur. Onun həyat yoldaşı cavab verdi. He is out there in the cold cemetery. O soyuq qəbirdədir. Belə də qəbirstanlıqdadır, çöldədir. Mrs. White did not go back to bed. Xanım White öz yatağına geri qayıtmadı. But Mr. White was old and tired and the bed was warm. Cənab White yaşlı və yorğun idi və yataq da isti idi. So in the end və nəhayət sonunda he went to sleep again. O yatmağa getdi yenidən. Suddenly he heard a cry from his wife. Qəflətən o öz həyat yoldaşından bir qışqırıq eşitdi. The paw, she cried. Pəncə o qışqırdı. The monkey's paw, meymunun pəncəsi. She came back to the bed and stood there. O yatağa geri qayıtdı və orada dayandı. What is it? Nə? What's the matter? Nə olubdur? Mr. White cried. Cənab White qışqırdı. He sat up in bed. O yataqda doğruldu. What's the matter? Nə baş verir? He thought. O düşündü. Why is she excited? O nəyə görə həyəcanlıdır? What's she talking about? O nə haqqında danışır? He looked at his wife. O həyat yoldaşına baxdı. Her face was very white in the dark. Onun üzü qaranlıqda çox ağ idi. I wanted. Mən onu istəyirəm. She said quietly. O sakitcə dedi. And I have got it. Və and you have got it və o səndədir. Give it to me, please. Onu mənə ver, zəhmət olun. Xahiş edirəm. What? Mr. White asked. Nə? Xanım White Cənab White soruşdu. The monkey's paw. Meymunun pəncəsi. Mrs. White said. Where is it? O haradadır? It's downstairs. Aşağı mərtəbədədir o. Mr. White answered. Why? Cənab White cavab verdi. Niyə? Mrs. White began to laugh and cry. Xanım White başladı gülməyə və qışqırmağa. We can have two more wishes. Bizim daha iki arzumuz var. She cried. O qışqırdı. We had one. Biz birini arzuladıq. But there are two more. Amma ikisi daha var. Oh no, not again. Think woman. Yox, yenə yox. Düşün qadın. Mr. White cried. Cənab White qışqırdı. But Mrs. White did not listen. Amma Xanım White qulaq asmadı. The monkey's paw. We can have two more wishes. Meymunun pəncəsi. Bizim daha iki arzumuz var. Quickly, she said. Cəld, o dedi. Go and get the paw. Get və pəncəni gətir. We are going to wish for our boy to come back to us. Biz oğlumuzun bizə qayıtmasını arzulayacağıq. No, Mr. White cried. Yox, Cənab White qışqırdı. You are mad. Sən dəli olmusan. Get it quickly. Tez ol, gətir onu. Cəld. Mrs. White cried again. Xanım White yenidən qışqırdı. Mr. White said again. Cənab White yenidən dedi. Think woman, düşün qadın. Think our boy was in the machinery for a long time. Oğlumuz aparatda çox uzun müddət qaldı. They didn't want to show him to us. Onlar onu bizə göstərməyi istəmədilər. Think, do you want to see his body? Sən istəyirsən onun cəsədini görəsən? Yes, he's my son. Bəli, o mənim
Oğlumdur. I am not afraid of him. Mən ondan qorxmuram, she answered. O cavab verdi. You don't understand, Mr. White said sadly. Sən başa düşmürsən, cənab White dedi üzgün şəkildə. But he went downstairs to look for the monkey's paw. Amma o aşağı mərtəbəyə düşdü ki, meymunun pəncəsini tapsın. In the living room, qonaq otağında it was dark and Mr. White did not have a candle. Qonaq otağında qaranlıq idi və cənab White'ın şamı yox idi. Slowly, yavaşca, he went across the room and put out his hand for the monkey's paw. O, deməli, otaq boyu gəzdi və əlini uzatdı meymunun pəncəsinə. He touched it and quickly took his hand away again. O ona toxundu və dərhal öz əlini geri çəkdi. No, he thought. Yox, o düşündü. I can't. Mən edə bilmərəm. I don't want to see Herbert, his face after he was in the machinery. No. Mən Herbertin üzünü görmək istəmirəm. Onun üzünü Mən Herberti görmək istəmirəm. Onun üzünü o qədər o aparatda qalandan sonra. Then he thought about his wife. Daha sonra o həyat yoldaşı haqqında düşündü. And he put out his hand and took the paw. Daha sonra o əlini uzatdı və pəncəni götürdü. In the bedroom his wife waited. Yataq otağında onun yoldaşı gözləyirdi. She saw the paw in Mr. White's hand and cried. O Paul pəncəni cənab White'ın əlində gördü və qışqırdı. Quick, make the wish. Tez, arzula, arzunu et. I can't, Mr. White answered. Mən edə bilmərəm, cənab White cavab verdi. Remember, he died in the machinery. Xatırla, o aparatlarda həyatını itirdi. Make the wish. I am not afraid of my own son. Və arzunu tut, mən öz oğlumdan qorxmuram. Mrs. White cried again. Xanım White yenidən qışqırdı. Mr. White looked sadly at his wife. Cənab White qəmgin şəkildə yoldaşına baxdı. He took the paw in his right hand and said slowly. O, meymunun pəncəsini öz əlinə götürdü və yavaşca dedi. I wish for my son, Herbert, to come back to us. Mən oğlum Herbertin bizə geri dönməsini arzulayıram. Then he sat down in the nearest chair. Daha sonra o ən yaxın stulda oturdu. But Mrs. White went over to the window and looked out into the road. Daha sonra xanım White pəncərəyə doğru getdi və çölə yola baxdı. She stayed there for a long time and she did not move. O orada uzun müddət qaldı və hərəkət etmədi. Nothing happened. Heç nə baş vermədi. The monkey's paw could not do it. Meymunun pəncəsi bunu edə bilməzdi. Thank God, Mr. White said. Cənab White dedi. And he went back to bed və o yatağına geri qayıtdı. Soon, tezliklə Mrs. White went to the bed too. Xanım White yenidən yatağına qayıtdı. Chapter 7. But did not sleep. But they did not sleep. Amma onlar yatmadılar. They waited and they listened. Onlar gözlədilər və dinlədilər. In the end, Mr. White got up to get a candle because the dark made him more afraid. Daha sonra cənab White şam gətirmək üçün getdi. Çünki qaranlıq onu daha da qorxudurdu. He began to go downstairs. O aşağı mərtəbəyə doğru getdi. But suddenly he heard a noise at the front door. Amma qəflətən o ön qapıda səs-küy hiss etdi. He stopped. O dayandı. And he listened. O dinlədi. He could not move. O hərəkət edə bilmirdi. Then the noise came again. Və daha sonra səs yenidən gəldi. This time he ran. Bu dəfə o qaçdı. He ran upstairs, back to the bedroom and he closed the door behind him. O yuxarı mərtəbəyə qaçdı, öz yataq otağına və o qapını öz arxasında bağladı. But again the noise came. Amma yenidən səs gəldi. What's that? Bu nədir? Mrs. White cried. Xanım White qışqırdı. And she sat up in the bed və yataqda doğruldu. Nothing. Go to sleep again. Heç nə. Yenidən yuxuya get. Her husband answered. Onun həyat yoldaşı cavab verdi. But Mrs. White listened. Amma xanım White qulaq asdı. And the noise came again. Və səs yenidən gəldi. It's Herbert. It's Herbert, she cried. Bu
Bu Herbertdir. Herbertdir o qışqırdı. I'm going to open the door for him. Mən qapını onun üçün açacağam. And she got out of the bed and ran to the door of the bedroom. Və o yataqdan çıxdı və yataq otağının qapısına qaçdı. Mr. White got there first and stopped her. Cənab White oraya ilk çatdı və onu dayandırdı. No, he cried. Think. Yox, o qışqırdı. Düşün. But it's my boy. It's Herbert, she answered. Amma bu mənim oğlumdur. Bu Herbertdir, o cavab verdi. No, don't go, don't. Her husband cried again. Yox, getmə, getmə. Onun yoldaşı yenidən qışqırdı. But Mrs. White did not listen to him. Amma xanım White ona qulaq asmadı. She opened the door, bedroom door and ran from the room və otaqdan qaçdı. I'm coming, Herbert, I'm coming, she called. Mən gəlirəm, Herbert, mən gəlirəm, o çağırdı. Mr. White ran after her. Cənab White onun arxasıyla qaçdı. Stop, he cried. Dayan, o qışqırdı. Remember, Herbert died in the machinery. Xatırla, Herbert aparatlarda həyatını itiribdir. You don't want to see him. Sən onu görmək istəmirsən. For a minute, Mrs. White stopped and looked at her husband. Bir anlığına xanım White dayandı və öz həyat yoldaşına baxdı. But then the noise came again. Və sonra səs yenidən gəldi. And she began to run downstairs. Və sonra o aşağı mərtəbəyə doğru qalxdı. Help me, she called to her husband. Mənə kömək elə, mənə kömək elə. O həyat yoldaşına səsləndi. But Mr. White did not move. Amma cənab White tərpənmədi. The paw, pəncə, he thought. O düşündü. Where is the monkey's paw? Hanı meymunun pəncəsi? He ran back into the bedroom. O yataq otağına geri qaçdı. Quick, sürətli, he thought, o düşündü. Where is it? O haradadır? At first, he could not find it in the dark. İlk olaraq o onu qaranlıqda tapa bilmədi. There it was. Bəli, bu oradaydı. He had it. O artıq ondaydı. Just at that minute, he heard his wife downstairs. Elə o andaca o həyat yoldaşının qışqırığını eşitdi. Wait, Herbert, I'm coming. Gəl, gözlə, Herbert, mən gəlirəm, she cried. O qışqırdı. She began to open the front door. O ön qapını açmağa başladı. At the same time, Mr. White took the monkey's paw in his right hand and he made his third wish. Elə o andaca cənab White deməli, pəncəni sağ əlinə aldı və üçüncü arzusunu etdi. Mrs. White gave a long unhappy cry and her husband ran down to her. Xanım White uzun, bədbəxt bir qışqırıqla qışqırdı və onun yoldaşı aşağı ona doğru qaçdı. She stood by the door. O qapıda dayandı. Very afraid, çox qorxan. Old Mr. White looked out into the dark. Yaşlı Mr. White qaranlığa, çölə baxırdı. The road was dark and quiet. Yol qaranlıq və sakit idi. And there was nobody there. Və orada heç kim yox idi. Əziz dostlar, uzun və maraqlı bir hekayə oldu. Ümidvaram bəyəndiniz. Havada suda quruda ingilis dilini öyrənmək istəyirsinizsə, Nicat müəllim hər zaman buradadır. Açıqlamadakı nömrə ilə mənlə əlaqə saxlaya bilərsiniz. Bir də həyatda arzu edərkən mütləq o arzularınızın sizin həyatınızda nələr dəyişəcəyinə də diqqət edin. Hər zaman insanın dilindən çıxan onun talehi ola bilər. Əlinizdəki xoşbəxtliklərin qədrini bilin əziz dostlar. Növbəti dərsimizdə görüşmək ümidi ilə sizlərlə mən Nicat Vəliyev idim. See you next time.